Assalamu aleykum bəylər və xanımlar. Necəsiz? Ümid edirəm yaxşısınız. Siz üçün təqdim etmək istəyirəm Balakən rayonu Tallar kəndində tam mərkəzdə talların, deməli bağça, poçta, məktəb talaların yaxında, qıdiyyətə bir 500 metrə yaxında, trasdan 100 metrə içəri. O trasda, o maşın olan yer, o bax o trasdır, asfalt trasıdır. Deməli 6 sot həyət yanı tikinti təyinatlı torpaqdır. Yəni həyət yanı torpaqdır və belə deyək, evimizin sahibi qazimizdir. Vətən uğrunda döyüşən qazimizdir. Allah ömür versin. Alana da satana da xeyirli olsun. Yəni bərəkətli evdir, halal evdir. Deməli bu aralıq bağlanacaq. Evimizdə çart yox, part yox, yəni normal vəziyyətdədir. Belə gözəllik fasad vermək olar, pəncərələri dəyişmək olar, yəni restavrasiya yoğundur polunu. Deməli suyumuz, qaz, su, işıq hamısı kommunal mövcuddur. Qaz çəkilibdir, su gəlir kəndən. Deməli hamam içəridədir. Evimiz 5 pərəkən hündürlükdədir yerdən. Deməli evə daha olan kimi kuxna qarşılaşırıq. Divarın hündürlüyü 2 metrə 30 sm olar. Belə evimiz remontludur, yəni gir yaşası evdir. Çox səliqəli evdir, təmiz, gözəl ailə yaşayır məkanda, belə deyək. Zaldan sonra girən kimi də belə deyək, zal bizi qarşılayır. Sonra giririk bizim spalni otağımız. Ay sağ ol. Buradan da bir girişi var. Deməli bu bizim ikinci spalnimizdir. Beş də var bu otaqda da. Bizim uşaq otağımız.